Başa düşürəm qardaş, bildim. E, Belə deyim də qardaş, yəni çox şad oldum, yəni sizi tanıdığımıza çox şad oldum da, belə deyim. Dilim dolaşdı biraz. Yəni bilirsiniz necədir? Adı nə idi? Adam bir şeydən adı nə idi? Bir metoddan xeyir görəndə, yəni kar alanda da, yəni xeyir görəndə həvəslənir ki adam, aha, bunda nəsə var, vəsə. İnanırsınız, yəni o qədər qəlizləşdirib ki insanlar, yəni o qədər mürəkkəbləşdirib ki bu şeyi də, treydi. Ay belə olmalıdır, elə olmalıdır, şeydə adı nə idi? CRT çəkməklə, cırıtı deyirlər ya, CRT. O da higher low, nəsə belə bir şeylər var ya orada. İlkin təpə, ən yüksək təpə, ən aşağı deyib, onları qırmalıdır, belə olmalıdır, elə olmalıdır. Alemi vururlar bir-birinə, ondan sonra da ki, hər şeyi çıxadırlar nəsə, həfsə mən qazandım. Kişi, vallahi ən sadəsi, ən rahatı bu deyilə sizin metoddur. Bir nəfər yazmışdı ki, mənim tələbələrimə yazığı gəlir. Ona isə cavab olaraq mən deyirəm ki, bu mənim tələbəmin öz fikri idi. Dünənlər söhbət elədikdə, yəni necədir, sevincisi və s. İkincidə ki, mənim tələbələrimə yazığımız gəlmək lazımdır. Mənim yanıma gələn insanlar çoxdandır bu sahədə olub, heç nə bacarıq əldə eləməyib, bir neçə dənə kurslar alıb və yaxud da təlim almış insanlardır ki, mənim üsulumu öyrəndikdən sonra xeyrə çıxmağa başlayıblar. Ona görə mənim tələbələrimə heç kim yazıq gəlməz. Onlar disiplinlə, stabil işləyərək, disiplin nədir, məndən öyrəniblər. Disiplin nə olan şeydir, mən ətraflı izah eləmişəm. Motivasiya yox, disiplin. Və mənim üsulumdan sonra bu insanlar yavaş-yavaş başlayıblar, yəni xeyrə çıxmağa, qazanc əldə eləməyə, məşqlərdə belə uğur qazanmağa, məşqlərdə belə real balansı keçdikdə artıq yəni mənfəətlə qarşılaşmağa. Ona görə yazmamışdan əvvəl fikri, yaxşısı budur ki, özünüzə vaxt ayırıb özünüz öyrənərdiniz. Özünüz üçün kim nə istəyirsiniz, hardan istəyirsiniz, özünüz biləsiniz. Demirəm mənim yanıma gəl və yaxud da neynə. Mən sadəcə bir hobbi olaraq bir videolar paylaşıram, mövzular paylaşıram. Bu sahədə olan 90% insandan fərqli olaraq, yeni treyderlər üçün qrup yaratmışam. Onlar üçün əsas hansı mövzular lazımdır ki, mənimsəsinlər, baxsınlar, məşq eləsinlər. Onları yerləşdirmişəm təmənnasız. 90% insan təmənnasız nəsə deyirsə, 2 video belə deyirsə, onun referallığına sal insanı. Heç kimi referallığıma salmıram. Heç kimi nə fon hesab gəl sənə verin fon hesab. Gəl bu fon hesabda adicə fikrimi deyəndə linkin vermirəm ki, gəl bu fon hesabdan keçkinə. Bu mənim 90% bu sahədə olanlardan fərqim budur. Anladınız mı? Qaldı ki, kim istəyir inansın, kim istəyir inanmasın. Mən kimisə inandırmaq üçün burada video çəkib paylaşmıram. Kimisə şirinlikləndirmək üçün də bu video çəkib paylaşmıram. Allahın köməkliyi ilə, Allahın izni ilə mənə müraciət eləyən insanlar özləri görürlər vəziyyət necədir. Mən onların heç birinə nə ümid vermirəm ki, milyonlar belə gələcək, milyonlar elə gedəcək. Nə də ki, referral linkimə salmıram. Mən onlara real trading nədir, onu izah edirəm. Real tradingdə psixologiya nədir, onu izah edirəm. Qarşılaşacağın çətinliklər nələr olacaq, onu izah edirəm. Bir də ki, yeni traderlər üçün addım atıb
Hansı mövzular öyrənməlidir, şparqa qasına kimi hazırlayıb təmənnasız yerləşdirmişəm. Yəni, heç kimi də başqalarından 90% insandan fərqli olaraq bu sahədə. Mən demirəm ki, bu mənim şəxsi strategiyamdır, ya mənə pul ver öyrədim sənə, ya da neysə. Yeni başlamaq istəyən insanlar üçün də mövzular var. Yetər ki, insan IQ-su yuxarı olsun, məşq eləsin, əlin yatıstırsın, diqqətlə baxsın videolara, öyrənsin, yenə də məşq eləsin, görsün nə vaxt nəticə yaxşıdırsa, nə vaxt öz deyilən videoda psixologiya üstünlük gələ bilirsə, ondan sonra reala keçə bilər. Onlar hamısı təmənnasızdır o videolar. Başa düşürəm, bəziləri yazanda bir balaca paxıllıq hissi keçirdi. Baxırsan ki, filan mövzuları, formasyonlar və s. mövzuları yerləşdirir, 200 manat öyrədir və yaxud da 150 manat öyrədir. Mən onu təmənnasız yerləşdirmişəm axı orada. PDF-dir, Word formatında kitabın belə, yəni qrupda təmənnasız yerləşdirmişəm. Əsas mövzular nədir baxmalısın, onu da təmənnasız yerləşdirmişəm. Kitab get, bir dənə səndən qalır, onu çapdan çıxar. Oxu ki. Hamısı da, yəni mən özüm onu eləmişəm, yazmışam, yəni. Mənim də o analiz üsulum, yəni 99% traderlər bilmir onu. Mənim şəxsi analiz üsulumdur. Onu da hər insana da demirəm, fərqli olaraq. Prosto mənim arzum odur ki, mən ömrümün sonuna kimi 20 insanı öz analiz üsulumu öyrədim. Yanvar ayında mən 1100 deyə qoyanda 5 nəfər dedi ki, verim alım, dedim, yox, elə deyil. 90% bu sahədə olanlardan fərqli olaraq 5 nəfərə mən imtina verdim deyə istəyənlərdən söhbət gedir. Ola bilər birinə imtina vermişəm, ikisinə imtina vermişəm, ona ki, başqa profildən yazıb, onu mən tam dəqiq bilmirəm, axı 5 nəfər. Ki, yox, mən ümumən pulu ödəyib alıram. Mən demişəm, elə deyil. Sən almamışdan əvvəl sən getməlisən, o mövzuları öyrənməlisən, məşq eləməlisən, əlin yatmalıdır. Sonra mənə bir aydan sonra geri dönüş eləməlisən, danışmalısan öz fikri. Görüm nədir, necədir, harada çətinlik çəkirsən, nədir. Mən sənə müəyyən bir, bəlkə də sözüm olacaq, müəyyən bir, hansı bir çətinliyində bəlkə də nəsə bir mənim sənə fikrim olacaq. Ondan sonra sən öz psixologiya yoluna qoyduqdan sonra, ondan sonra istəyirsən fon götür, sənin şəxsi üstündə, yenə də heç qatışmıram ki, hansı fonu götürürlər. Heç linkin belə vermirəm. İstəyirsən get-gələ müəyyən qədər balanslı, sənin öz şəxsi fikrində, təvəccüh məşqdə nəticələr götürdükdə əlavə elə, qazan, o qazanc vasitəsilə gəl mənim üsulumu. Onda mən sənə o üsulu verə bilərəm. Öz analiz üsulumu öyrədə bilərəm. Görürsənmi? Nə qədər əziyyət çəkməlisən ki, sən gəlib çıxasan bura. Əziyyət çəkmək insana mən analiz üsulumu öyrətməm. Çünki mənim analiz üsulumu 99% traderlər bilmir. Yadda saxlayın. Hər çatına da mən o öyrədən də deyirəm.